Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizlərə 2 stəkan unla umaç halvanın hazırlama qaydasını göstərirəm. Qaba 2 stəkan un əlavə eləyib, sonra niyyət eləyib, üzərinə duz səpib onu qarışdırırıq. Az su onun üzərinə çiləyib umaç halına gətiririk. Əziz izləyicilər, mənim istifadə etdiyim stəkan ölçüsü 200 qramdır. Bu ölçü ilə 1 stəkan un 130 qrama bərabərdir. Yəni 260 qram undan istifadə elədim. Umaç halına gətirdik. İndi də aş üzərindən keçiririk. Mən umacı çox narın sevmədiyim üçün ən axırıncı aş üzərində qalan umacı biraz iri hal saxlayıb narın umacla qarışdırıram. Qaba yayırıq, 1-2 saat bu cür saxlayırıq ki, umacımız biraz qurusun. Yox, əgər siz quru umac sevmirsinizsə, elə ardınca halvanızı hazırlaya bilərsiniz. Şərbət üçün bizə lazımdır 260 qram şəkər tozu, 260 ml su, sarı kök və hil. Qarışdırırıq. Şərbət qaynara düşdükdən sonra 2-3 dəqiqədə qaynadıb şərbəti qoyuruq kənara. Tavaya 260 qram kərə yağı əlavə eləyirik. Yağ əridikdən sonra umacı üzərinə əlavə eləyib qızıl rəng alana qədər qovururuq. Əziz izləyicilər, fikir olsun deyə mən videoda da görürsünüz, hind qozundan istifadə edirəm, rəndələyirəm halvanın üzərinə. Çox gözəl dadı, qoxusu, ətri var. Yəni məsləhətlidir. Allah bütün ehsanları qəbul eləsin. Artıq halvanın rəngi qızıl rəng almağa başlayır. Ona görə şərbətimizin altını yandırırıq. Biraz da qaynasın, yəni qaynar olsun. Burada mən videonu kəsmirəm. Yəni qazanda olan şərbətin hamısı halvanın üzərinə getdi. Əziz izləyicilər, burada sual yarana bilər ki, halva çox yağlıdır. Siz zövqünüzdən asılı olaraq 200 qramdan istifadə eləyə bilərsiniz. Adətən halva yağlı olur. 2-3 dəqiqədə bu cür qarışdırırıq. Yağı çıxıb üzərinə fikir verirsiniz. İndi qazı söndürürük. 5 dəqiqə bu cür saxlayaq, halva özünü tutsun. Sonra qablara servis edəyin. Əziz izləyicilər, göz haqqınızı halal eləyin. Hazırlayanlara nuş olsun. Videomu bəyəndinizsə like etməyi, kanalıma abunə olmağı, fikirlərinizi şərh bölməsində yazmağı unutmayın.